bilirsiniz, vaxtı da çox əlamətli. Biz 2 gün sonra Zəfər bayramını qeyd edəcəyik. Dünya liderləri Azərbaycana gəlir. Və bugün Qarabağ dünyası Azərbaycan cəsarətli xalq. Gördünüz nə qədər rahat oldu. Biz ikinci golü necə bizə vurdular. Atakda, biz atakdakı kontratakda. Çox böyük bir fərqisi var məndə. Çox gözəl sürətli bir oyun. Zənnimcə Azərbaycan futbol tarixindəki bəlkə ən gözəl, ən ləzzətli oyunlardan birisinin sürətli. Qarabağ sübut etdi ki, Chelsea kimi dünya çempionu bir kulüp başarıp bizim bugün bir şansımız var. Təsadüfi yer kazançları. Və bugün biz artıq daha da umutlanırıq ki, inşallah bir zəfər daha olsa, artıq bizim ilk 24'e düşmə şansımız xeyli artıq. Hələ garantiya yoxdur, onu demək hələ tezdir. Amma bir qalibiyyətimiz, bir bərabərliyimiz də olsa biz inşallah böyük bir heyecandır. Mən əlbəttə xalqımı, bu möhtəşəm tərəfdarları təbrik edirəm, sizləri təbrik edirəm. Ölkə rəhbərliyini, cənab prezidentini, hər kəsi, bütün vətəndaşlarımı can ürəkdən təbrik edirəm. Möhtəşəm bir oyundur, bugün çox uğurluyuz. Fahri Bey 2-1'de ne ister kesirdiniz? Bilirsiniz 3-1'i gözləyirdim. Çünkü artık özümüze inan gelmiş idi. Qarabağın çok momentleri oldu, ben size diyeyim. Ama karşıdaki kulüp da bilirsiniz nəhəng bir kulüp. Çok cavan futbolcular var. Siyasetleri tam değiştirip Chelsea. Chelsea artık cavan futbolcular götürüyor. Uzun müddetli kontratlar bağlayıp çok büyük ambisiyaları var. Rəhbərlik tam değişilip ve karşımızda çok tehlikeli oyuncular var. Mən həqiqəti 3-1'i gözləyirdim. Artıq arzum var idi. Qismət belədir ama inşallah dediğim gibi hələ macera devam edir. Büyük bir heyecanla inşallah biz 24'e düşeceğimiz zaman. Sağ olun. Tebrik ederim. Sağ olun.